Sol əli ilə yazı yazıram, günüt. Bu gün rəsm çəkəcəyimə görə Pinterestdən bir neçə şəkilə baxıram və sonda DaVinci-ni çəkmək qərarına gəlirəm. Getdik. Mən arxada DaVinci-ni çəkərkən gəlin biraz söhbət edək. Deməli, mənim bu proyekt haqqındakı fikirlərim, ideyalarım çox yüksəkdədir. Yəni bu proyekt ilə mən sizə həqiqətən də beynimizin sərhədsiz olduğunu həm sizə sübut edəcəm, həm də bunu özümdə təcrübə edəcəm. Odur ki, bu proyektin 100-cü gününü birlikdə görmək üçün səhifəyə həm dəstək ol, həm də öz fikirlərini rəylərdə yaz. Bilirəm, DaVinci şəklindən sonra bu hissə sizə şifa niyyətində olacaq. Amma səbirli olun, hələ 3-cü gündəyəm. Son gündə hamınıza göstərəcəm əsl nəticəni və əsl gücü. Bir dənə DaVinci çəkdik, DaVinci'yə oxşamayan. Bir dənə də, 3 dənə də daha doğrusu motivasiya edici sözlər yazdıq. Sizsə sizlər bunları oxuyun ya da ki, beyin oxumuş kimi olun. Dayanıb oxuyarsınız. Özünüzə yaxşı baxın. 4-cü bölümdə görüşmək ümidi ilə.